o, yarısını o idi. Nədir sizdir? Oldu hem yaxşı. Görüşək. Ora koyma da tak. Ne ora koy, birisi ora koy. Allah şəhidlərimizə rəhmət eləsin. Hər birini bu ehtiramla yad edirik. Hər birinin ruhu şad olsun. Allah tanrım. Ma Allah tanrım. Dünyaya gəlmişdir. Xocavənddə itkin düşmüşdür. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün gördüğünüz kimi Xudaverdiyev Qurban Bəhramoğlu'nun doğulduğu gündür. Deməli, Qarabağ döyüşlərində, gedən döyüşlərdə itkin düşmüşdür. Ağdərə Xocavənd Xocavənd uğrunda gedən döyüşlərdə özünüz bilirsiniz, Xocavənddə ən güclü döyüşlər gedib. Bugünə qədər də hələ məlumdur, yəni tapılmayıb. Yaralı vəziyyətdə itkin düşüb. Hələ də yəni heç bir xəbər yoxdur. Heç bir xəbər yoxdur. Yəqin ki, indi dövlətimiz elə o işlərlə məşğuldur. İnşallah o da tapılar. Yəni övladlarıdır. Burada iştirak edirlər. Bugün onun doğum günü cənnətdə təbrik edirlər. Yəni şəhidlər heç vaxt ölmür. Şəhidlər həmişə bizim qəlbimizdə yaşayacaqlar. Onları yaşatmaq üçün bəli biz mütəmadi belə tədbirlər keçirməliyik, abidələr qoymalıyıq, bulaqlar tikməliyik ki, onlar həmişə bizim qəlbimizdə yaşasınlar. Biz onları yaşatmalıyıq. Biz indiki və gələcək nəsilə biz onları tanıtdırmalıyıq ki, qoy görsünlər, belə bizim yəni vətənpərvər qəhrəmanlarımız olur. Allah yenə rəhmət eləsin, məkanı cənnət olsun. Necə deyim, mənim dilim gəlmir heç vaxt şəhidlərə rəhmət oxumağa. Niyə görə? Onlar bu günü bizə yaşadıblar. Eşq olsun bizim şəhidlərə, eşq olsun bizim dövlətə, eşq olsun bizim prezidentə. Yəni Allah bizim dövlətimizi qorusun, vətənimizi qorusun, torpağımızı qorusun. Bu ağır gündə vətənimizi, sərhədlərimizi qoruyan hərbiçilərimizi Allah qorusun. Allah bütün cəmiyyətimizi qorusun. Buyurun, Ağsaqqallar, siz də Məşəd, siz də bir kəlmə. Allah bizlərə rəhmət eləsin. Allahümme Allahümme Allah rəhmət eləsin. Şəhidin qız övladlarıdır, nəvələridir. Allah onları da qorusun. Yəni biz elə bir abidə kimi mən bunu bilirsiniz ki, milli qəhrəman Mübariz İbrahimoğlu adın yaşıdan mən cəmiyyətin təəssüfçisiyəm, Türkün Fəxri qəzetinin təəssüfçisiyəm, məğlub edilməz jurnalın təəssüfçisiyəm. Yəni bu Abşeron Gənclər şəhərliyində bu abidəni qurmuşam ki,
dövlətim adından eləmişsən, bu şəhidlərə əbədi xatirə kimi qalsın. Allah onların övladlarını da qorusun, övladlarına xoşbəxtlik eləsin ki, sağ olsunlar, məsələn, fəxr eləsinlər belə ataları olub. Vətən yolunda, dövlət yolunda, torpaq yolunda canım qurban eləyib. Məsələn, bizim indiki bu günümüzə görə, bizim gələcəyimizə görə, bizim yaşayışımıza görə, bizim necə, görürsünüz də necə bizim dövlətimizdə indi əmin-amanlıq, firavanlıq, başqa dövlətlərə baxırsınız, başqa yerlərdə müharibələr gedir, ondan insanlar tələf olur. Yəni mən onları da dəvət edirəm, o böyük dövlətlərin rəhbərlərinə. Onları da çağırıram ki, çalışsınlar, müharibə olmasın, sülh yaransın. Və həmişə dövlətimizə, bütün dünyaya sülh və əmin-amanlıq arzulayıram. Sizlərə də can sağlığı, fəxr edin ki, belə atız olur. Ümumiyyətlə bir şey vurgulamaq istəyirəm. Buyurun. Deməli, Xocavənddə bir İkisi eyni anda yaralanır. Deməli, döyüş oluşları gəlir ki, atamı birinci götürsünlər. Çünki atamı kəşfiyyatda olub, biraz bilgili olub. İstəyirlər onu götürsün. Döyüş yoldaşı digər yaralı Məhəmməd Hüseyin əmi deyir ki, məni burada qoymayın, mənim atam. Atam döyüş yoldaşlarına deyir ki, sizi adlayıram Allah'ın birinci Məhəmməd Hüseyin var, onun iki qız övladı var. Sonra mənim üçün